Kurtlar Vadisi serialının aktyorları illər sonra bir araya gəlib. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, söhbət ekran işində Erdal Kömürcü obrazını canlandıran Səfa Zəngin və Abuzer Kömürcünü ifa edən Muhammed Cangörəndən gedir. Onlar birgə çəkdirdikləri fotoya 22 il, dildə demək asandır deyə yazıblar. Qeyd edək ki, sözü gedən ekran işi 2003-2005-ci illərdə yayımlanıb. Hüsniyə Salmanova, Bugün TV.